her bir insan için onun milli mensubiyeti, onun gurur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Mən əminəm ki, biz bu islahatları həyata keçirsək, həm kənd təsərrüfat sahəsində, həm iqtisadiyyatın başqa sahələrində böyük irəliləyiş olacaqdır. İnanın, 3 ildən sonra Azərbaycanın iqtisadiyyatını bugünkü adamlar tanımayacaq. Mən buna əminəm. Mən bunu açıqca görürəm. Bizim o qarşımızda olan üfüqü mən görürəm.